29 sinif test topusundan qəliz görünən ancaq Hasan Mürsalın izahına baxaq. Burada A 2-dən böyük olduqda A bölünsün 2 çıxılsına vurulsun kök altında 4 bölünsün A kvadrat çıxılsın 4 bölünsün A plus 1 ifadəsini sadələşdirin deyir bizə. Deməli, ən birinci bu ifadəyə baxaq. Bunun da arada deməli ortaq mənada A kvadratdır. Onda A kvadrat surətdə 4 çıxılsın 4A plus 1 bu olacaq məxrəcdə modulla. Surətdə isə 2 çıxılsın A-nın kvadratı. Bu da bərabərdir. Modulda 2 çıxılsın A. Burada A 2-dən böyük olduğu üçün biz bunu da yerini dəyişək ki, ifadənin qiyməti müsbət olsun. Onda olacaq A çıxılsın 2. İndi bizə deyir ki, bu ifadəni, yəni A çıxılsın 2 bölünsün A-nı vuraq. A bölünsün 2 çıxılsın A-ya. Burada A-lar gedər. A çıx 2 ilə 2 ixtisar gedər. Cavab olar mənfi 1. Əgər izahı bəyəninizsə, faydası toxunsa, zəhmət olmasa kanala abunə olub videoları bəyənməyi unutmayın. Sağ olun, salamat qalın, kanalı izləmədə qalın.